Salam əzizlərim, mən bugün sizlərlə Kayseri yağlaması hazırlamaq istəyirəm. 4 stəkan unun üzərinə 1 çay qaşığı quru maya əlavə edirəm. Çay qaşığı və yarı duz əlavə edirəm. Burada mən Naxçıvan duzundan istifadə edirəm, hər zaman o duzdan istifadə etdiyim üçün. Və üzərinə bir dolu çaşka, yəni hardasa stəkan yarım su əlavə edirəm. Və bir də duru yağ, 2 xörək qaşığı duru yağ əlavə edirəm. Və sonra yaxşıca xəmirimizi yoğurmağa başlayıram. Bərk bir xəmir alınır. Lavaş xəmiri deyək ki. Üzərini örtüb hardasa yarım saat 40 dəqiqə xəmirin gəlməsini gözləyirəm. 5 ədəd soğan rondodan keçirdirəm. Sonra hardasa 100 qram yağ əlavə edirəm tavaya və bu soğanları burada yaxşı qızartmağa çalışıram və yağ yanmasın deyə və üzərində donmasın deyə biraz da zeytun yağı əlavə edirəm. Siz istəsəz ora duru yağ da əlavə edə bilərsiniz. Soğanlar yavaş-yavaş qızarmağa başlayanda üzərinə 500 qrama yaxın çəkilmiş ət əlavə edirəm. 4-5 ədəd pomidor, 2 ədəd biber. Bunları da rondodan keçirdirəm yaxşı. Ətim məndə donmuşdu, buzxanadan çıxartmışdım. Donu açıldıqdan sonra ora yarı stəkan su əlavə edirəm və ətimi yaxşı qovurmağa başlayıram. Sonra üzərinə bir qaşıq tomat əlavə edirəm və bundan sonra yaxşı qarışdırıram. Çalışıram ki, biraz daha qovrulsun, qovrulmuş dadı gəlsin ətdən. Bir stəkan burada özümün qışa hazırladığım pomidor sokundan əlavə edirəm. Sonra tomatı az olduğu üçün bir qaşıq yenə tomat, sarı kök, istiot və duz əlavə edirəm. Yenə yaxşı qarışdırıram. Ətimi yaxşı qovurmağa çalışıram ki, iyi də, tamı da yaxşı olsun. Burada rondodan keçirdiyim pomidor, biber sokunu əlavə edirəm yenə ətə. Ət yağa düşdükdən sonra bu pomidor sokunu da əlavə edib yaxşı qarışdırıram. Bu da qaynadıqdan sonra zövqə görə mən üzərinə tərxun və reyhan qurusu əlavə edirəm. Ətin iyini götürsün deyə. Və siz də yoxsa əlavə etməyə də bilərsiniz. Varsa zövqə görə